Balaca və damda yaşayan Karlsın nağılı. Bir dəfə Stokholm şəhərində adi bir ailədə Balaca adlı bir oğlan yaşayırdı. Əsl adı Svant idi, amma hər kəs ona Balaca deyirdi. Balacanın bir it istəyi var idi, amma valideynləri hələ buna icazə vermirdilər. O çox tək qalırdı və həmişə macəra axtarırdı. Bir gün Balaca öz otağında oynayarkən pəncərədən qəribə bir vızıltı səsi eşitdi. Səs getdikcə güclənirdi, ta ki Balacanın pəncərəsinin önündə dayanana qədər. Bu heç də adi bir adam değildi. Balaca onu görəndə çaşıb qaldı. Bu Karlsın idi. Karlsın kiçik, qombul və şən bir adam idi. Amma onu fərqli edən onun belində olan balaca pər idi. Karlsın pəri işə salırdı və o vızıldayaraq havada uça bilirdi. O damda, kaminin arxasında gizlənən balaca bir evdə yaşayırdı. Karlsın pəncərəni açdı və otağa girdi. O özünü balacaya təqdim etdi. Salam, mən dünyanın ən yaxşı Karlsınıyam. Mən yaraşıqlıyam, ağıllıyam və kifayət qədər qombulam. Mən damda yaşayıram. Sənin adın nədir? Balaca əvvəlcə qorxdu, sonra isə sevinclə dedi. Mənim adım Balacadır. Karlsın əsl macəraçı idi. O balacanın həyatını alt-üst etdi. Əlbəttə yaxşı mənada. Karlsın balacaya damın üstündə uçmağı öyrətdi. Balaca sadəcə Karlsının kürəyindən bərk tutmalı idi. Onlar birlikdə sirlər aşkar etdilər və ən əsası ləzzətli piroqları və şirniyyatları yedilər. Karlsının ən sevdiyi şey piroqlara bir qədər də artıq şəkər səpmək idi. Karlsın balacaya çoxlu fəndlər öyrətdi. Məsələn, ev əşyalarını təmizləyərkən necə daha çox səs salmaq olar, bir şar partlayanda necə qışqırmaq lazımdır və ən əsası necə yaramazlıq etmək lazımdır. Karlsın balacanın otağında nə tapsa onunla oynayırdı. Divardakı şəkilləri düzəldir, tavanı təmir edir, amma əslində korlayırdı və balacanın ailəsinə komik yaramazlıqlar edirdi. Balacanın valideynləri heç vaxt Karlsını görmürdülər. Balaca onlara danışanda elə bilirdilər ki, balaca sadəcə tənhalıqdan özünə bir dost xəyal edib. Amma evdəki qəribə qarışıqlıqlar, itən əşyalar, şirniyyatlar və damdan gələn qəribə səslər onların beynini qarışdırırdı. Balaca Karlsın sayəsində daha cəsur və şən oldu. O daha tək deyildi. Çünki dünyanın ən yaxşı dostu həmişə bir vızıltı səsi ilə onun pəncərəsinə gələ bilirdi. Axşam düşəndə Karlsın balaca ilə vidalaşır, pərini işə salır və vızıltı səsi ilə damdakı balaca evinə doğru uçurdu. Balaca bilirdi ki, Karlsın həmişə orada olacaq. Yuxarıda, damda. O sadəcə balaca ilə əylənmək üçün gözəl bir bəhanə axtaracaqdı. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.